Mənim canlarım, hər vaxtımız xeyir olsun. Deməli, ən çox verilən sual cavablandıracağım. Ev şəraitində dəri tipimi necə bilim? Mən dərim yağlıdır, qurudur, qarışıqdır və s. həssasdır və s. Bunun üçün yenirsiniz. Ən sadə üsul deyəcəm sizə, 2 üsul deyəcəm. Üzünüzü yuyursunuz, yaxşı. Yuyduqdan sonra 30 dəqiqə gözləyirsiniz, yəni yarım saat gözləyirsiniz. Yarım saat gözlədikdən sonra baxırsınız ki, üzünüzdə heç bir dəyişiklik yoxdur. Yəni yumursuz, qurulamışsınız, belə rahat. Yəni ki, normal qaydada qalıb. Yəni nə yağlanma yoxdur, nə dartınma, nə qıcıqlama falan heç nə yoxdur. Bu normal dəri sayılır. Daha sonra baxırsınız ki, üzün bu hissələri normaldır, heç bir şey yoxdur. Amma T bölgəsi, T bölgəsi buradır. Alın və belə bu formada. Bu hissə yağlanır. Deməli, bu hissə yağlanırsa T bölgəsi, dəri tipiniz qarışıqdır. Daha sonra hiss edirsən ki, dəri quruyur və gərginləşir. Yəni, dərim gərgin, hiss edirəm ki, dərim gərgindir, quruluq var. Bu da quru dəridir. Yəni, bunları asanlığa müəyyən eləmək olur. Və sonuncu olaraq, əgər görürsən ki, dərində qızartı əmələ gəlir, baxırsan ki, oradan ala belə qızartılar var, yəni rəng qarışıqlığı var, bu da həssas dəridir. Yəni, bunu unutmayın. Bunları salfetka ilə də rahat yoxlamaq olur. Necə? Yenə salfetkanı götürürsünüz, üzünüzü silirsiniz. Baxırsınız ki, salfetkada heç bir yağ ləkəsi izi yoxdursa, bu normal quru dəridir. Əgər, yəni dediyim kimi, buralar quru qalırsa, qaydasında T bölgəsi yenə yağlanırsa, həmin dərilər qarışıq dəridir. Belə. Yox, salfetka yağlanırsa, üzün hər tərəfini siləndə yağlanırsa, bu da yağlı dəri sayılır. Yəni, çox asandır, çox rahatdır, yoxlayın. Yəni, bu qədər.